alimlərin ittifaqən qəbul etdikləri fikir bundan ibarətdir ki, Həzrət Xədicədən sonra İslamını zahir edən ikinci xanım Fatimə binti Əsəd, yəni İmam Əlinin anasıdır. Və bu bütün mənbələrdə öz əksini göstərir. Hətta xanımın özünün dilindən nəql olunmuş bir rəvayət də var. O rəvayətdə özünün çox böyük fəzilətlərə sahib olduğunu bildirir. İmam Əlinin anasının məşhur mənbələrdə nəql olunmuş sözüdür bu. Deyir ki, İlahi, mən sənə iman gətirmişəm. Sənin bütün peyğəmbərlərinə iman gətirmişəm. Nazil etdiyin cəmi kitabların hamısına mən iman gətirmişəm. Babam İbrahim Xəlili təsdiqləmişəm. Hansı ki, o babam, o İbrahim bu evi tikib ərsəyə gətirmişdir. İlahi, səni and verirəm İbrahimin haqqına, hansı ki, bu evi tikmişdi. And verirəm səni bətnimdə olan bu uşağa xatir, onun doğuşunu mənim üçün asanlaşdır. İmam Əlini dünyaya gətirən ərəfədə Həzrət Fatimənin, yəni İmam Əlinin anası Fatimə binti Əsədin elədiyi duadır bu. Mötəbər mənbələrimizdə nəql olunub. Bu imana sahib olan şəxs onun haqqında necə qeyri-müsəlman ölmüşdü demək olar.